Vaxtilə bəzi insanlar pul xərcləyərək ev alıblar və ya torpaq sahəsi əldə edib özləri ev tikiblər. Lakin həmin tikililərin bir qismi kommunikasiya xətlərinin mühafizə zolaqlarında inşa olunub və bu da gələcəkdə onlar üçün hansı təhlükələr yarada biləcəyini düşünmədən edilib. Hazırda Abşeron rayonunda 10 minlərlə qanunsuz tikilmiş ev mövcuddur ki, bugün həmin tikililərin sənədləşdirilməsi mümkün deyil. Bəs belə tikililərin gələcək aqibəti necə olacaq? Bax, bu sualın cavabını əməkdaşımız Rəşad Vəkiloğlu Abşeron rayon icra hakimiyyətinin başçısından öyrənməyə çalışıb. Bərabər izləyək. Bir 10 il bundan qabaq. 10 ildən çox olur. Vaxtilə şəhərsalma prinsipləri gözlənilmədən, infrastruktur planlı şəkildə aparılmadan və təkcə Xırdalan şəhərində bir neçə yaşayış massivi salındığı üçün hazırda elə şəhər ərazisində ciddi kommunikasiya xaosu yaşanır. Buna misal olaraq dəmir yol xəttinin bir addımlığında tikilən evlər və yüksək gərginli elektrik xəttinin altında tikilmiş evləri də buna misal gətirmək olar. Bu isə elə şəhərin inkişafına da ciddi problemlər yaradır. Mən 21 ildir burada yaşayıram. Ev yaşamaq, ev tikmək sizin üçün təhlükəlidir? Təbii ki, təhlükəlidir. Abşeron həm ərazisi, həm də əhali sıxlığına görə Azərbaycanın ən böyük rayonlarındandır. Bura eyni zamanda müstəqillik dövründə şəhərsalma prinsiplərinin ən çox pozulduğu rayon hesab olunur. Buna dövlət orqanları vaxtında icazə verməsəydi, heç kim də tiymazdı. Deməli, buna icazə verilib. İnan Allah'ın olsun, altından keçəndə adam deyir ki, indi bir dəqiqə düşəcək də, o qədər səsli olur. Təkcə Xırdalan şəhərinə baxmaq kifayətdir ki, burada kommunikasiya xətlərinin üzərində və mühafizə zolağında tikilmiş evlərin ciddi maneələr yaratdığını görə bilərik. Problem yaratsa da, yaratmasa da yaşayırıq da. Tikiblər, satıblar, qızlanmış. Mən sitəsindən bilmədim, belə dögül, yoxsa mən buradan ev almazdım. İndi peşmanım, ona görə peşmanım ki, Toru milçəyin altında yaşayırıq. Abşeron rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev deyir ki, son 10 il ərzində rayon ərazisində məskunlaşma 10 dəfə artıb. O, Abşeron rayonunda hazırda əhalinin sıx məskunlaşmasını 16 kənd və qəsəbədə plansız və qanunsuz tikililərinin sayının artması ilə əlaqələndirir. Mövcud vəziyyətdə infrastrukturların yenidən qurulmasına böyük tələbat var. Çünki bizim 16 kənd qəsəbəsi olan bir rayon kimi əhalinin rəsmi sayı 435 mindən çoxdur, faktiki isə daha çoxdur. Ona görə də bizim şəhərsalma və arxitektura komitəsinin şəhərsalma prinsiplərinin müasir tələbləri səviyyəsində aparılması istiqamətində atdığı addımları dəstəkləyirik. Bəs ümumilikdə Xırdalan şəhəri və digər böyük yaşayış massivlərində plansız və qanunsuz tikililərin aqibəti necə olacaq? Kommunikasiya xətlərinin ətrafında yüksək gərginli elektrik xətlərinin altında tikilən yaşayış yerləri hamısı mövcud qanunvericiliyə uyğun müasir tələblərə uyğun olaraq götürüləcək. Yəqin bu planlı surətdə olacaq. Qeyri-qanuni heç bir əlində sənəd olmayan nə bələdiyyə, nə dövlət sənədlərinin olması ilə bağlı məsələlərdə düzgün həm yerli orqanların biganəliyi, yəni yanaşmasının düzgün olmaması, eyni zamanda da vətəndaşlar da özlərinə həyat şəraiti, mənzil şəraiti yaradırsa, uyğun yerdə yaradılmalıdır. Məlumat üçün bildirək ki, hazırda Abşeron rayonunun müxtəlif ərazilərində bəzi kommunikasiya xətlərinin mühafizə zolağında tikilmiş evlərin söküntüsü aparılır. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.